Xanımın 65 yaşı var. Bəli, Neçə illərdir faringitdən əziyyət çəkir. bəli. Zəhmət olmasa ona bir üsul deyə bilərdinizmi? Təbii müalicəsindən. İndi siz faringit deyirsiniz xanım. Çox sağ olun sualınıza görə. Bir də görürsəm, deyirəm gəlsin. Gələndə görürəm göbələk var boğazında. Yəni, istəyirsən, nə inirsən elə göbələk təmizlənməsə, o faringit onu narahat eləyəcək. Və yaxud da ki, hər hansı bir göbələkdən əlavə olaraq orada faringitin nəyə bağlıdırsa, tutaq ki, orada streptokokum, staflokokum inkişafına şərait var və onda mütləq ona uyğun o təmizlənməlidir, faringit müalicə olunmalıdır. İndi sizin dediyinizə uyğun olaraq, çox sağ olun suala görə, mən də sizə bir neçə məsləhət verim. 3% pereksi su ilə qatın, bərabər miqdarda və qarqara eləyin, səhər, günorta, axşam. Hələ 2 saatdan bir eləsəniz daha tez effektini görəcəksiniz. 2 saatdan bir eləsəniz və 2 saatdan bir təmiz bal versin, qoy ağzında soğursun. Bundan başqa da çay sodası həll edin, suda və içərisinə 2-3 damcı yod əlavə edin. Onunla da qarqara eləsin. Bitkilərdən də dazotu, gülxətmi, şalfi, çoban yastığı bitkilərini bir yerdə dəmləsin, həm qarqara eləsin, həm daxilə qəbul eləsin. Effektini görəcəksiniz. Bir mənalı şəkildə effektini görəcəksiniz. Görməsəniz də bu telefon nömrələri mənim telefon nömrələrim, bu gördükləriniz. Ona zəng eləyin və mənlə efirdən sonra bu gördüklərim, indi zəng eləyirlər bu nömrələrə. Eləməyim, mən sizə cavab vermə imkanında deyəm, mən canlı efirdəyəm, əzizim. Mənə o təh nömrəni, bu təh nömrəyə zəng eləyin, zəng eləyib qoşulmaq istəyirsinizsə. Ona görə də həm efirimizi pozursunuz, həm diqqətimizi yayındırırsınız. Bu təh nömrəyə zəng eləyin, sualınızı verin, biz də rahat sizə cavab verək. Çox sağ olun sualınıza görə.